Bir Azərbaycanlı qadın tək başına qorxmadan getdi müzakirə. Adı Sara Xatun idi. Uzun Həsənin anası, Ağqoyunlu hökümdarı və Şərq diplomatiyası tarixində tək öz başına düşmən sarayına gedib danışıqlar aparan nadir qadınlardan biri. Deyilənə görə Osmanlı sarayına daxil olanda bəziləri belə deyib: İndiyə qədər heç bir qadın gəlməyib ki, sultanın qarşısında danışmaq istəsin. Amma 2. Mehmet, Fatih Sultan Mehmet onunla danışıqlar apardı. Sara təkcə bir şahın anası değildi. Özü də fərman verirdi, pul vurdururdu və bəzi müqavilələr Uzun Həsənin yox, onun möhrü ilə imzalanmışdı. Tarixdə Sara Xatun belə tanınıb: Barışın anası, Qafqazın arslan qadını, gizli gücün xanımı. Sara getdi, danışdı və geri döndü. Heç bir Ağqoyunlu əskəri şəhid olmadan. Əgər Azərbaycanın daha çox gizli tarixini öyrənmək istəyirsənsə, bu səhifəni izlə. Gələn postlar daha da qəribə olacaq.